bəzi məhsullar var ki, mən onları sırf paketinə görə alıram. Yəni özündən əlavə paketinə görə alıram. Deməli, McDonald's-dan belə bir Sezar salatı. Bu salatdır. Bu şəkildə. Sonra onun üstünə cherry pomidorlar aldım. Bilmək istəyirdim ki, görüm hansı paketdə qoyacaqlar. Ona görə əlavə cherry pomidorlar aldım. Amma içində çoxlu belə eləyəcəm. Sonra çoxlu salfetka aldım. Bu McDonald's-ın salfetkalarının ətri çox qəşəng olur. Elə əsl parfüm sanki. Bir dənəsi 10 qəpiyə ondan aldım. Sonra burada müxtəlif soslar aldım. Bu house dressingdir. Bunu tökəcəm üstündə. Bir də ki, əlavə Caesar sosları aldım ki, bunun biri 1 manat edəcəksən. Başqa vaxt salat düzəldəndə üstünə tökərəm. 2026-cı ilə qədər vaxtı var. Bir dənə də salfetka var. Bu da taxta çəngəl tutacaq. Belə. Bu deyəsən o şey oxşur. Big Mac'ın içində olan sosu oxşur.